Bakı şəhərində fəaliyyət göstərən ticarət yarmarkalarında vətəndaşlara xidmətlə əlaqədar keçirdiyimiz sorğuda növbəti ünvanımız Nəsimi rayonunun ərazisində yerləşən kəndli yarmarkası oldu. Bu ünvanda daha çox diqqətimizi çəkən satıcıların kənddən gətirdikləri müxtəlif növ kənd məhsulları idi. Hazırladığımız reportajda bizə aydın oldu ki, burada satılan məhsullar təmiz kənd məhsullarıdır. Və onu da qeyd edək ki, bu bazarda kəndlilərin öz məhsullarının satışı üçün hər bir şərait yaradılır. Ucuz, təmiz və keyfiyyətli. Salam nənə. Allah bazar versin. Nə satırsınız? Kəndin məhsullarını. Alıcılar varmı? Vallahi çox seyrək görürsən də qızım. Olur, çox zəifdir. Hardan gəlir məhsullar? Gədəbəydən. Gədəbəy. Hər həftə gedib yığıb gətirirəm yumurtasından, qatığından. Təmiz kənd məhsulu. Kənd məhsuludur. Ben özüm şəhid atasıyam. Allah rəhmət eləsin. Biz fəxr edirik şəhidlərimizlə. Bəli. Allah sizə can sağlığı. Qərbzadə Fəxrinin atasıyam. Buranı da bazar müdiriyyəti sağ olsun verib mənə. Sağ olsun. Allah bazar versin. Hər Qiymətlər necədir? Yəni bu illəri 2025-ci ildə qiymətlər necədir? normal. 2024-də nisbətən necədir? Normaldır. Yəni qalxma, enmək. Yox. Bir dənə qalxma Qiymətlər? çörəyimizdə, nə bilim produktumuzda belə şeylərdədir. Stabil. Meyvə tərəvəzdə qalxım yoxdur. Qazdır, hündüşqadır, ördəkdir, toyuqcucadır. Özümüz kənddə saxlayırıq. Hansı kənddən? Cəllabad rayonundan. Cəllabaddan gəlir yəni. Bəli. Cəllabaddan gəlir, rayonlardan gəlir, müxtəlif rayonlardan gəlir. Yəni əvvəl buralar, yollar pis gündə idi. İndi şükür Allaha düzəldiblər, hər şey yaxşıdır. Allaha min şükür. Gətirir rayonlardan satırıq. Yerli mal yeyən adamlar, kənd malı yeyən adamlar gəlir, lap yaxşı. Yarmarkasına gəlir. Təmiz kənd malıdır, yəni yerli mallardır. Rayonda özümüz saxlayırıq, fermerdə. Kənd yumurtasıdır. Kənd yumurtasıdır, kənd yumurtasıdır. 30 qəpik, bəli, kənd yumurtalardır, var. Yəni, Allah təbii- bazar versin. Çox gözəl. Çox sağ olun. Təbii. Toyuqlar da hətta kəsilmiş vəziyyətdə də toyuqlar Bəli, var. Bəli, kəsilir, hazırlanır, hər şey. Müdürlər yəni burada şərait yaradıb xalqa xidmət eləməyə, şərait yaradıb çörək pulda qazanır. İcara haqqı ödəyir. Vallahi bazara hər də gələn deyiləm, hərdən bir gəlirəm. Belə qiymətlər belə də. Münasibdir, yox. Belə də münasib, yəni ki, baxır da. Yaxşıdır belə. Orada Ordunuz mu bazarda? pis deyil. Məhsullar hardan gəlir? Bax, Özüm gətirirəm bu hanım. quş, toyuqlar. Özüm gətirirəm başqa. Özünüz hardan gətirirsiniz? Istalçaydan. Xızılı Istalçay kəndindən. Özüm gətirirəm hanım. Mənə heç kim mal lazım deyil. Süddir, qatıq Alıcı varmı? Hə? Alıcı varmı? Varmı? Nöş yoxdur, varımdır. Lap yaxşı alıcılarımız da var. Yaxşı müdiriyyətlərimiz də var. Allah razı olsun. Yəqin yaxşı məhsul satırsınız, ona görə də yaxşı alıcılar. Buradayam. 19 ildir buradayam. Yorulmayın. Bəli. Allah sizə can sağlığı. Sağ ol, çox sağ ol. Ay dağılır. Qiymətlər necə? Ucuzdur, baha deyil. Yəni yuxarı 15 manat. hə, 2 çorba 15 manat. çox gözəl. Kənd qatığıdır. Bəli, qatıqda, qaymaq da satıram, qatıq da satıram, süd də satıram. 1 manata süd satıram, 3 manata qatığı satıram. Çox gözəl. Allah bazar versin. Sağ olun. Anam, sağ ol.